Bəzi valideynlər həqiqətən bu cürdür. Oğlun elə qısqanır ki, gəlini bir düşmən kimi görür. Elə bilir ki, gəlin oğlunu bunun əlindən alıb. Ananın oğlunun sevgisini başqa bir qadınla paylaşmaq istəməməsi kimi kiçik məsələlər üzündən də narazılıqların ortaya çıxdığı görülür. Bismillahirrahmanirrahim. Hər birinizi Allahın salamı ilə salamlayıram, əziz və dəyərli izləyicilər. Bugündən cəmiyyətimiz arasında ən qlobal problemlərdən, məsələlərdən olan qaynana və gəlin münasibətləri haqqında siz əzizlərlə söhbət edəcəyik və çalışacağıq ki, bu məsələlərin həlli yolunda siz əzizlərə yol göstərək və əl-ələ tutaq, bu cəmiyyətimizin problemini həll eləyək. Cəmiyyətimizdə qaynana və gəlin deyəndə insanların ağlına sanki mənfi bir dənə düşüncə gəlir. Bir-birindən ana, qız kimi münasibətləri olması lazım olan kəslər niyə görə davakar olsunlar ki? Təbii ki, bizim cəmiyyətimizdə bir-birindən gözəl şəkildə, mehriban şəkildə dolanan qaynana və gəlinlər var. Amma bu barədə bir çox pis nümunələr də var ki, bəzən bu məsələlər səbəb olur ki, ailələrdə söz-söhbətlər, problemlər baş alıb gedir. Bəzən olur ki, bir də görsəm, ailələr dağılır. Və burada ən böyük zərbə kişiyə dəyir. Çünki bəzən kişi ortada qalır, bilmir ki, necə eləsin ki, bu məsələlər həll olsunlar. Ümumiyyətlə, bir kişi üçün ana və bir xanım olaraq qadınların yeri fərqlidir. Bəzi cahil qaynanalar sanki gəlinlərini ayrı bir varlıq imiş kimi görərək onların var olmalarına dözə bilmir, əsəbləşir. Onların varlığın qəbul eləyə bilmir bəziləri. Halbuki özü də bir zamanlar gəlin idi. Onun bəlkə də gəlinə qarşı bəslədiyi hisslər daha əvvəl qaynanası tərəfindən də onun üçün düşünülmüşdü. Bəzən qaynanadan, bəzən gəlindən, bəzən də hər ikisindən qaynaqlanan xətalardan ötürü ailə nizamı pozulur. Gəlinlə qaynana arasındakı məsələlər ümumiyyətlə bir yerdə yaşamaqdan və yaxud da gəlinin ərin valideynlərinə xidmət etmək istəməməyindən qaynaqlanır. Bununla yanaşı ananın oğlunun sevgisini başqa bir qadınla paylaşmaq istəməməsi kimi kiçik məsələlər üzündən də narazılıqların ortaya çıxdığı görülür. Bəzi valideynlər həqiqətən bu cürdür. Oğlun elə qısqanır ki, ürəyi partlayır, dözmür, gəlini bir düşmən kimi görür. Elə bilir ki, gəlin oğlunu bunun əlindən alıb. Halbuki bu cür deyil. Bu cür narazılıqlarda xəta bəzən gəlinlərdən, bəzən də qaynana ya da digər kəslərdən qaynaqlanır. Bəzi qaynana və qaynatalar öz keçmişlərini və gəncliklərini unudur. Gənclərin də özləri kimi yaşayıb, özləri kimi düşünmələrini istəyir və bunun əksini görəndə fəryad eləyirlər. Bəzən bu cür olur. Bəzi valideynlər keçmişdə gördüyü adət-ənənələri indiki dövrə tətbiq eləmək istəyirlər. Bu da çox yanlış bir dənə düşüncədir. Çünki nə indi keçmiş dövrdür, nə də ki insanlar keçmişdəki insanlardır. Ona görə də bu cür yanaşma da düzgün deyil. Ümumiyyətlə, insanoğlu yarandığından bəri ana olaraq insan nəslinin yetişməyində əməyi keçən və insan tərbiyəsində ən əhəmiyyətli yeri tutan qadın həqiqətən çətin dövrlər keçibdir. Peyğəmbər əleyhissalamın dövründən qabaqda qadından danışanda insan ağlına qorxaqlıq, zəiflik, miskinlik, əsarət, təhqir və işgəncə gəlirdi. İndiki vaxtda da İslamdan uzaq bir anlayışla gəlin və qaynana düşmən halına gətirilməyə çalışılıbdır.
Qardaşlıq dini olan İslam aralarında qan davası olan insanları dost etdiyi halda, əlbəttə ailə içində fərdlər arasında da sevgi və hörməti təmin eləyibdir. İslam dini gələndən sonra insanlar gördülər ki, xeyr, qadınlar çox dəyərli varlıqlardır. İslam dini gələn kimi, hətta mən deyərdim ki, İslam dini qədər qadına dəyər verən bir din yoxdur. İnsana insan olma dəyərini verən, onu sevinc dolu bir həyata qovuşduran dinimizin prinsiplərinə tabe olmaq və ona görə yaşamamız ən önəmli hədəfimiz olmalıdır. Gəlin və qaynana məsələlərinə girməmişdən qabaq, istəyirəm ki, qaynananın və yaxud da qaynatanın ailə içində yerini yaxşı müəyyən etməyimiz lazımdır. İstəyirəm ki, bu məsələdən danışaq birinci. Bu məsələnin bəlkə ən əhəmiyyətli nöqtəsi qaynata və qaynananın ailə fərdlərindən sayılıb-sayılmamasından qaynaqlanır. Bu vəziyyəti təhlil edə bilmək üçün biz ailə və ailə tiplərindən başlamağı faydalı görürük. Evliliklə qurulan birliyin adı ailədir. Lüğətdə ailə, ər-arvad, uşaqlar və yaxud da yaxınlardan meydana gələn və yaradılışdan bir sıra mənəvi bağlar üzərində qurulan zahirən kiçik, mahiyyət etibarı ilə böyük olan sosial bir dənə cəmiyyətdir. Adət olaraq da ümumən aralarında soy, evlilik, süd içmə kimi yollarla yaxınlıq münasibəti olan kəslərin hamısına deyilir. Ailə deyəndə bəzən ər-arvad ilə uşaqlar, bəzən də geniş mənada ailə fərdlərinin hamısı nəzərdə tutulur. Xüsusi olaraq birinin baxdığı şəxslərdən ibarətdir ki, bu mənada xidmətçi və böyüdülmək üçün alınan uşaq da ki, ailə fərdlərindən sayılır. Dünyada hər bir şeyin əsası bir təməli olduğu kimi millətləri təşkil edən cəmiyyətlərin də təməli nədir? Ailədir. Ailənin də təməli nədir? Evlilikdir. Ailə onun sayəsində meydana gəlir. Evlənmədən ailə heç vaxt meydana gəlməz və onun beşiyində dünyaya göz açır, iməkləyir və inkişaf edir. Onun ruhi və maddi qidalarından bəslənərək böyüyür və yetkinləşir. Qollarında yeni nəslin tomurcuqları açılır. 2 nəfər ailə qururlar. Ailə qurandan bir müddətdən sonra bunların övladları olur. Övladlar bir müddət keçəndən sonra böyüyürlər, boya başa çatırlar və yavaş-yavaş ana-atalarının yerini tutaraq həyata atılmağa çalışırlar. Cəmiyyətlər üçün ailənin əhəmiyyəti bax burada özün göstərir. Cəmiyyətin nüvəsi ailədir. Ailə yalnız insanlığın deyil, mədəniyyətin də ilk qaynağı hesab olunur. Sosiologiyada ailənin növü və məzmunu böyüklük və kiçikliyə görə təyin edilir. Bu baxımdan ailə quruluşu 2 dənə şəkildə izah edilir. Ailə kiçik ailə, ya nüvə ailə və yaxud da böyük ailə deyə biləcəyimiz 2 şəkildə təsnif edilir. Nüvə ailə deyəndə yalnız ər-arvad və uşaqlardan ibarət olan bir ailə nəzərdə tutulur. Müasir ailə deyilən bugünün ailə tipi belədir. Xüsusən Avropa ölkələrində bu cürdür. Ana, ata və 2 uşaq olmaq üzrə 4 adamdan çox ailələr yayılıbdır. Bu ailə anlayışına görə bu 4 adamın xaricindəki qohum əqrabaların ailə fərdləri arasına alınması düşünülə bilməz. Bəzi cəmiyyətlərdə bu cürdür. Avropa cəmiyyətlərində bu cürdür. Bu 4 nəfərdən başqasını ailə kimi qəbul eləmirlər. Təbii ki, bu da səhv bir dənə düşüncədir. İkinci tip isə böyük ailə tipi adlanır. Bu ailədə ər-arvad və uşaqların yanında nənə, baba, əmi, dayı, xala, bibi də ailənin bütünün içində qəbul edilir. Böyük ailə 2 və yaxud da daha çox nüvə ailə fərdlərinin ata evində eyni dam altında yerləşməsidir. Bu ailədə ana, ata, evli uşaqlar, nəvələr və evlənməmiş bacı qardaşlar olur.
Böyük ailənin bir çox funksiyaları var ki, təbii ki, saydığımız funksiyalar ideal ailəyə aiddir. Yəni ola bilər ki, elə böyük ailələr var ki, bu saydığımız xüsusiyyətlər onlarda olmasın. Çünki onlar ideal bir ailə deyil. Böyük ailənin fayda və funksiyaları var. Keçmiş dövrdə daha gözəl idi, indiki dövrdə də az bir dəstədə bu məsələlər qalıbdır. Birinci budur ki, yeni yetişən nəsillərin ictimailəşməsində yalnız valideynlərin yox, böyük ailədə olan bütün yetkin şəxslərin də məsuliyyət və öhdəçiliklərlə həyata keçirir. Uşaqlar daha geniş bir qohumluq sistemi ilə qarşılaşırlar. Ayrıca məsləki təhsil və təlimi böyük ailə içində alırlar. İkinci budur ki, böyük ailə öz üzvləri üçün bir köməkləşmə və təminat mənbəyi olur və həmin o ailənin fərdlərini qoruyur. Bu ailə tipi müasir cəmiyyətlərdəki polis və ictimai təhlükəsizlik quruluşları kimi təşkilatların vəzifələrini üzərinə alıbdır. Üçüncü faydası budur ki, böyük ailə fərdlərinin dini ehtiyaclarını ödəyə və tətbiq edə biləcəkləri mühiti təmin eləyir. Təbii ki, dediyimiz kimi, ideal ailədən gedir söhbət. Dindar ailədən, Allahın vacibatlarını həyata keçirən ailələrdən gedir söhbət. Dördüncü budur ki, böyük ailə artma, çoxalma və psixoloji ya da nəfsani ehtiyacları üçün lazımi mühiti təmin eləyir. Beşinci budur ki, böyük ailə iqtisadi bir toplum və yaxud da ortaq şəkildə bir işlətmə xüsusiyyəti daşıyır. Altıncı faydası budur ki, böyük ailənin fərdləri qürur və təkəbbürdən uzaq olur. Çünki adam özündən böyük, kiçik və həmyaşlarına qarşı sevgi və hörmətlə hərəkət etmək məcburiyyətindədir. Mənim məsəl üçün yadıma gəlir ki, mən uşaq olanda bu böyük ailənin bir fərdi olmuşam. Həmin o ailədə məsəl üçün belə bir hörmət, izzət var idi ki, mən məsəl üçün rəhmətli babam çox hörmətli bir kişi idi. O içəri daxil olanda hər kəs ayağa durardı və heç kəsin bu acığına gəlməzdi. Hər kəs ayağa durub ona hörmət eləyirdilər, ehtiram eləyərdilər və o oturmadan heç kəs yerinə oturmazdı. Bu nəyin nəticəsində idi? Hörmətin nəticəsində idi ki, kiçiklər böyüklərə hörmət eləyirdilər. Çox təəssüf ki, həmin o ailə təməlləri yavaş-yavaş sarsılıbdır. Keçmişdə olan hörmət, izzət yavaş-yavaş aradan gedibdir. İndiki dövrdə bəzən çox az bir dəstədə bu hörmət, izzət var. Çox təəssüf ki, bəzi ailələrdə heç ataya hörmət olunmur. Ata evə girəndə hiss olunmalıdır ki, evə ata girir. Atanın əzəməti var. Amma bəzi ailələrdə bu artıq aradan gedibdir. Heç ata içəri girəndə bəzən heç ayağa durmurlar bəzi insanlar. Çox təəssüf. 7-ci faydası budur ki, böyük ailədə olan qadınların bir qismi çöl işlərində işləyirlər və onlar çöl işlərində işləyəndə onların övladlarına həmin evdə baxanlar var və yaxud da onlar çöldə işlədiklərinə görə evdə heç kəs onları daha artıq işlətmirdi. 8-ci budur ki, böyük ailə nəsil düşmənçiliyinə imkan verməz. Çünki 3 və yaxud da daha çox nəsil birlikdə yaşayır. Düşmənçilik bir-birindən ayrı yaşayan nəsillərdə cərəyan edir. Amma indiki dövrdə baxırsınız, insanlar bir yerdə yaşayırlar, torpaq üstündə dava edirlər, ev üstündə dava edirlər. Adamlar var ki, ev üstündə, torpaq üstündə bir-birlərini öldürürlər. Çox təəssüf. Və 9-cu və sonuncu budur ki, böyük ailə fərdlərin təkliyini aradan qaldırır. Evlənməmiş, boşanmış ya da dul olan bir qadın da bu ailə tipində qərib deyil. Bu saydığımız böyük ailə tipi idi. Və bayaq dediyim kimi, bu ideal bir dənə ailədir. Bu saydığımız faydalar ideal bir dənə böyük ailə tipində mövcuddur. Ola bilər ki, bir dənə böyük ailə ola, amma ideal ailə olmaya və bu 9 dənə xüsusiyyət ki saymışdıq, onların heç biri onlarda olmasın. Yəni,
Bəs bu 9 fayda yoxdursa necə? Cahil, egoist və fasik kimsələrdən meydana gələn böyük ailələrdə əlbəttə bu müsbət hallar görülməyəcək. Pul iqtisadiyyatı, sənaye inqilabı, müasir texnologiyalar və böyük şəhərlərin meydana gəlməsi kimi müxtəlif amillərin təsiri ilə böyük ailənin vəziyyəti əsaslı bir şəkildə sarsılıbdır. Bununla yanaşı yenə də indiki vaxtda bəlkə də müasir ailəyə təsir olaraq varlığını davam etdirən böyük ailə tiplərini dünyanın hər tərəfində görmək mümkündür. Kənd yerlərində, rayonlarda bu deməli böyük ailə tipi hələ də var. Yəni biz bunların şahidi oluruq. Ailəni fərd sayı baxımından və maddi olaraq araşdıran izah işığında İslami ailəyə baxdığımızda ikinci tip ailəyə, yəni böyük ailə tipinə daha çox bənzədiyini görmək mümkündür. İnşallah gələn dəfə biz İslami ailədən inşallah söhbət eləyəcəyik. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuh. Hər birinizi Allaha tapşırıram. Allah amanında bizləri də dua eləməyi yaddan çıxartmayın.